Yay gəlir, artıq havalar isinir. Mən kondisioner almaq istəyirəm, bazara gedirəm. Həddindən artıq çox firma var da, hansı kondisioneri alsam mənim üçün daha yaxşı seçim olar. Məhz bunun üçün mən usta İlkin sizlər üçün uzun bir praktikama dayanan əsasla deyirəm ki, kondisioner almaq istəyirsinizsə ilk olaraq alacağınız firma orta segmentdə hamı üçün əl çatan olan MDV və Haier kondisionerləridir. Bu iki seçimdə sizin üçün düzgün seçim olacaq. Keyfiyyəti və üstün göstəricilərinə görə bugünkü gündə bazarda ən keyfiyyətli kondisionerlərdən biri sayılan MDV və Haier kondisionerlərindən əldə edə bilərsiniz. İkinci ala biləcəyiniz seçim olaraq düşünəcəyiniz qri kondisionerlərdir. Qri kondisionerdə rahat bir şəkildə əldə edə bilərsiniz. Sadəcə qri kondisionerlər mis boru üzərində çıxmır, amma Haier və MDV firmalarının üzərində 3 metr mis boru da verilir. Və sonrakı ala biləcəyiniz kondisionerlərdə Euroklimat olsun, TCL olsun, bu kondisionerlərdə Evoli olsun, üstünün göstərici və keyfiyyətlərinə görə ala biləcəyiniz kondisionerlər sırasında düşünə bilərsiniz. Yox, mənim pulum var, mən keyfiyyətli kondisioner almaq istəyirəm deyirsinizsə, məhz o zaman Daikin kondisionerləri sizin düzgün seçiminiz olacaq və Mitsubishi kondisionerləri. Bu iki segmentdə olan kondisionerlərin içində ən premiumu Daikin və Mitsubishi'dir. Sonraki orta segmentin ən yaxşılarından biri olan Haier və MDV kondisionerlərini siz rahat bir şəkildə alıb istifadə edə bilərsiniz.